Yorğunsan, amma yata bilmirsən. Gün ərzində çox iş görmüsən, amma günün sonunda sanki heç nə etməmiş kimi hiss edirsən. Çünki bu fiziki yorğunluqdan çox zehni yorğunluqdur. Yəni zehni yüklənmə. Zehni yüklənmə insanı tükəndirir. Çünki beyin daim açıq rejimdə işləyir. Bugün nə etməliyəm, sabaha nə bişirəcəm, uşaqlara nə alınmalı idi, o məndən incidimi, mən bu sözü niyə dedim, kimə mesaj yazmalıyam və s. Bəs bizi tükəndirən bu zehni yüklənmə niyə yaranır? Yəni onun yaranmasına hansı səbəblər təkan verir? İlk olaraq məlumat bolluğu, yəni eyni anda bir neçə işi görmək, dərs oxumaq, mesaj yazmaq, kiməsə cavab vermək, eyni anda bu artıq beynimizin diqqət resurslarını bölür. İkinci olaraq texnoloji yüklənmə, yəni texnoloji olaraq informasiya bolluğu, informasiya yüklənməsi. İçəridən olan məsuliyyət hissinin çox yüksək olması, yəni mükəmməliyyətçilik, mən bunu mütləq mükəmməl şəkildə etməliyəm, hər şeyə çatmalıyam, hər şey mənim öhdəmdədir və s. Emosional olaraq tükənmişlik, emosional olaraq insanlarla heç bir duyğularını paylaşmamaq, daimi stres və gərginlikdə olmaq, normal yuxu yatmamaq və istirahətsizlik. Bəs bu zehni yüklənmənin qarşısını necə alaq? Təbii ki, bunun qarşısını tam şəkildə almaq mümkün deyil, amma onu yüngülləşdirə bilərik, yəni onu azalda bilərik. Çox zaman yorğunam deyirik, amma bu yorğunluq fiziki yorğunluqdan çox zehni yorğunluq olur. Ona görə də ilk öncə zehni yorğunluğumuza, zehni yüklənməmizə bir ad veririk. Mən ən çox nəyi düşünürəm? Nələr mənim öhdəmdədir? Bunu mütləq etməliyəmmi? İkinci olaraq boş bir kağız götürüb 10 dəqiqə ərzində zehninizdən keçən bütün düşüncələri dayanmadan yaza bilərsiniz. Və düşüncələrimizi yazdığımız an artıq beyninə siqnal gedir ki, mən bunları yazdım və yadımda saxlamağa ehtiyac yoxdur. Yazdıqdan sonra yazdıqlarınızı bölə bilərsiniz. Mənim etməli olduqlarım, mənim paylaşa biləcəklərim, hansı ki onu digər insanlara ötürə bilərəm, onu digər insanlar da edə bilərlər və etməsəm də olar hissəsinə aid olan düşüncələr. Yox deməyin məşqini et. Kimsə səndən nəsə xahiş etdikdə və yaxud da sən düşündükdə ki, mən bunu mütləq etməliyəm, dayan, stop de və özünə sual ver. Mən bunu həqiqətən də etmək istəyirəmmi? Və mən bunu ürəkdən istəyirəm, yoxsa hər hansısa bir daxildən gələn gərəksiz məsuliyyət hissidir və yaxud da qorxudur və yaxud da utanmadır. Buna bir ad qoyuruq və əgər orada yox deyə biləriksə, təbii ki, qəbul etmirik. Hər dəfə nəyisə etməyi unutduqda və yaxud da tükənmişlik hiss etdikdə özümüzü qınamırıq, çünki bu tənbəllik deyil, bu zehnimizin yüklənməsidir. Stres, gərginlik yaradan məkanlardan çalışdığımız qədər uzaqlaşırıq, emosional olaraq tək qalmırıq. Sən yükünü paylaşdıqda artıq beyninə mən tək deyiləm mesajını ötürürsən. Əgər video sizin üçün faydalı oldusa, videonu sevdiyiniz birinə göndərə və bəyənə bilərsiniz.